gələn həftə çıxışım var. Freiburg Universitet xəstəxanasında çıxışım var MS xəstələri üçün və bu çıxışı hazırlayıram hal-hazırda. İstədim biraz başa salım, danışım necə hazırlayıram çıxışı, bəlkə gənc məsləkdaşlarıma kömək olar. Çıxış daha çox MS xəstələrinə yönəlib, yəni xəstənin başa düşəcəyi bir dildə olmalıdır, amma kolleqalar da olacaq. Ümumiyyətlə belə bir çıxış olanda nə etmək lazımdır ilk olaraq? İlk addım, indi məndə əslində bu artıq neçənci çıxışdır deyənə informasiya var idi da, yəni ki, çox bir şey axtarmağa gərək yoxdur da, ən uzağı yeniliklər nələrdir, onlara baxa bilərəm, amma ümumiyyətlə birinci bir mövzu olduğu zaman nə etmək lazımdır? Bu mövzunu PubMed-də yazıb review artikellərə baxmaq lazımdır. Yəni siz məsələn neurorehabilitation in multiple sclerosis review və orada review artikel çıxır. Yəni ümumiyyətlə belə bir məqalə çıxır ki, harda ki indiyənə qədər olunan məqalələrin cəm halında müzakirəsi və onu oxuyarkən artıq bu mövzu haqqında az ya da çox bir məlumat almış olursunuz və sonra da ən önəmlisi odur ki, bu review'un axırında digər məqalələrə istinad var ki, siz də o məqalələrə də baxıb daha da yaxşı anlaya bilərsiniz mövzunu. Və təbii ki, mən seçəndə çalışıram ki, yəni yaxşı jurnalda çap olunmuş review olsun. Məsələn, mənim xoşladığım nevrologiya alanında Nature Reviews'dur. Çox xoşlayıram onu. Yəni birinci o review ilə başlayıb bir məlumat alıb, ondan sonra oradakı paperlara baxırsınız və bu həm də ona görə önəmlidir ki, indi göstərəcəm. Buradakı kimi o paperları, yəni bu informasiyanı hardan götürmüsünüzsə, bunu belirtməlisiniz. Məqsədim əslində mənim prezentasiyamı göstərmək deyil də, necə olunur elə. Normalda belədir ki, belə bir prezentasiyanı əsas, yəni mövzunuz nədirsə, o haqqda biraz məlumat verirsiniz. Sonra research gap deyirlər, yəni nə bilinmir, yəni problem nədir tam olaraq və ondan sonra da o problemin həll yollarını izah edirsiniz. Bunu hazırlayarkən təbii ki, istinadlara baxdım, o reviewlara. Bu səfər yox, amma birinci dəfə hazırlayanda baxmışdım. Bir də təbii ki, light liniyalara da baxmaq lazımdır, guideline-lara baxmaq lazımdır. Hamımız bilirik ki, süni intellekt artıq bizim köməkçimizdir və informasiyanı süni intellektdən almağı tövsiyə etməzdim. Ən azından heç bir xəbəriniz yoxdursa bu mövzu haqqında, məsələn belə infoqrafiklər, bildiyiniz informasiyanın cəmlənməsi, orqanizə olunması çox yaxşı olur və mən də belə bir şəkil yaratdım. Yəni məsələn burada kardio trening haqqında danışıram MS xəstələrində və burada belə bir şəkil düzəltdim ChatGPT ilə. Məsələn nələrdir, nələr ola bilər və məqsəd nədir də. Və bu biraz məndə yəni maraq oyatdı ki, bunu mən necə istinad göstərim və araşdırandan sonra belə bildim ki, istinadı bu şəkildə göstərirsən. BuildQL, yəni şəklin mənbəyi ChatGPT, OpenAI, ili, bir də mən burada yazmışam ki, prompt aus Platzgründen verkürzt, yəni yer məhdud olduğuna görə tam olaraq ChatGPT-yə nə yazmışam bu şəkil çıxmaq üçün onu qısaltmışam. Prezentasiyanı yaradarkən çalışıram təbii ki, böyük tədqiqatları da istinad eləyim, yazım və burada da istinad şəklində göstərim. Dedim bəlkə maraqlı olar ya da ki, məsəl lazım olar ki, belə bir prezentasiya necə eləyirlər.